Liv Bonadia Hospitalın ginekologu uzman doktor İlhamə Eldarova 13 il övlad yolu gözləyən ailəyə sevinç bəxş edib. Min şükürlər olsun Rəbbimizə ki, bu günləri bizlərə bəxş etdi. Mən 13 ildir ki, övlad arzusunda olmuşdum, amma uşaqlarım 3 dəfə doğulub ölürdü, şükür bugünə. Amniyosentez etdik, ana qarnında dölün sağlıqlı olduğuna qərar verdik. Belə ki, ata-ana genetik xəstəlik daşıyıcıları idi, o yüzdən övladları tələf olurdu. Və 41 yaşında hamiləliyi sağ-salamat uğurla başa çatdırdıq. Sağ olsun, pediatr uzmanımız İnarə doktor tərəfindən bəbəyimiz sağlıqlı bir şəkildə izlənildi və bugün evlərinə yola saldıq. Çox sevincliyəm, çox qürurluyam gerçəkdən. Həm Ağarızda doktora, həm İnarə doktora, bütün komandaya, hər kəsə təşəkkür edirəm. 13 ildən sonra 4-cü hamiləlikdən ilk yaşayan bəbəyimizi evə göndərdik. Bu ailənin həm ana, həm də ata tərəfindən eyni gen daşıyıcılığına bağlı olaraq digər bəbəklərini itirmişdilər. Çox gözəl bir həm genetik, həm də ginekolojik takip nəticəsində bəbəyimiz sağlam doğuldu.